Hello, dear children. Salam, əziz uşaqlar. Unit 3, Lesson 3. 3-cü bölüm, 3-cü dərs. Exercise 1, on page 13. Birinci tapşırıq, səhifə 30-da. Listen and repeat. Dinlə və təkrar et. Uşaqlar, gəlin öncə mətni oxuyaq və tərcümə edək. Wild animals. Vəhşi heyvanlar. Uşaqlar, təbiətdə yaşayan, ovlayaraq qidalanan və əhliləşdirilməmiş heyvanlara vəhşi heyvan deyirlər. What is it? Bu nədir? An owl? Bayquşdur? No, it isn't an owl. Yox, bu bayquş deyil. It's an eagle. Bu qartaldır. Look, it's a bear. Bax, bu ayıdır. It's a brown bear. Bu qəhvəyi ayıdır. Look at the fox. Tülküyə bax. It's beautiful. O gözəldir. What is it? Bu nədir? A deer. Maraldır. No, it is not a deer. Yox, bu maral deyil. It's a horse. Bu atdır. Gəlin uşaqlar birinci tapşırığımızla bağlı dinləmə mətnini dinləyək. Exercise 2. İkinci tapşırıq. Listen again to wild animals. Yenidən vəhşi heyvanlar dinləmə mətnini dinləyək. Track 27. Wild animals. What is it? An owl? No, it isn't an owl. It's an eagle. Look, it's a bear. It's a brown bear. Look at the fox. It's beautiful. What is it? A deer? No, it isn't a deer. It's a horse. Exercise 3. Üçüncü tapşırıq. Point to the pictures which match the sentence. Uşaqlar, buradakı cümlələri tərcümə edib rəsmlərlə uyğunlaşdırırıq. Birinci cümləmiz It isn't an owl. Bu bayquş deyil. Uşaqlar, bayquş quş növüdür və bu rəsmlərdən bayquşa bənzər ola biləcək quş növü qartaldır. Yəni birinci cümləmizi qartal rəsmi ilə uyğunlaşdırırıq. Uşaqlar, bu cümləyə əlavə olaraq It's an eagle demək olar. Yəni bu qartaldır. İkinci cümləmiz. It's brown. Bu qəhvəyidir. Uşaqlar, rəsmlərdən də gördüyümüz kimi burada yeganə qəhvəyi heyvan ayıdır. Və bu səbəbdən biz ikinci cümləmizi ayı rəsmi ilə uyğunlaşdırırıq. It's not a deer. Bu maral deyil. Uşaqlar, rəsmdən də gördüyümüz kimi marala bənzər heyvan burada atdır. Deməli, üçüncü cümləmizi at rəsmi ilə uyğunlaşdırırıq. Keçək dördüncü, sonuncu cümləmizə. It is a fox. Bu tülküdür. Tülkü rəsmi var və biz sonuncu dördüncü cümləmizi bu rəsmlə uyğunlaşdırırıq. Uşaqlar, 31-ci səhifənin üst hissəsində bizə bir hərf birləşməsi verilib. Cüt i saiti və üstəgəl r hərfi. Və bu birləşmədən yaranan səs iyə səsidir. Məsələn, diyə, yəni maral.